Hər vaxtınız xeyir, hörmətli tamaşaçılar. Region xəbərləri təqdim edirik. Studiyada Rəsul Məmmədlidir. Əvvəlcə anonslara nəzər yetirik. Ağdam Sənaye Parkına sahibkarlar tərəfindən 180 milyon manata qədər investisiya yatırılıb. Nəticədə 1230 daimi iş yeri yaradılıb. Bu barədə mediatur iştirakçılarına məlumat verilib. Şəhid övladları üçün 5-ci Yaşad yay düşərgəsi başa çatdı. Qəhrəman şəhidlərimizin əmanətləri burada biri-birindən maraqlı, əyləncəli proqramlarda iştirak etdilər. Lənkəranda meyvə bağlarına zərərvericilər yayılıb. Onlar ağacların kökünü və yarpaqlarını yeyib qurudurlar. Gilas ağacıdır, sonra vişin ağacıdır, ondan sonra göyəm ağaclarıdır. Əsasən bunlara böyük ziyanlıdır. Bəs hansı tədbirlər görülür? 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı davam edir. Bugünkü konsert proqramları barədə məlumat region xəbərlərində. İndi isə təfərrüatıyla Ağdam Sənaye Parkında sahibkarlıq fəaliyyətinin inkişaf etdirilməsi üçün əlverişli biznes mühiti formalaşdırılıb. Bu barədə mediatur iştirakçılarına ətraflı məlumat verilib. Bildirilib ki, parkda ümumi investisiyaların həcmi 300 milyon manatadək olan 30 sahibkarlıq subyektinə rezidentlik, 4 sahibkarlara isə qeyri-rezidentlik statusu verilib. Bugünə kimi sahibkarlar tərəfindən parka 180 milyon manata qədər investisiya yatırılıb, nəticədə 1230 daimi iş yeri yaradılıbdır. Bundan başqa məlumat üçün qeyd edim ki, hazırda parkda 12 müəssisə fəaliyyət göstərir, 12 müəssisənin tikintisi davam etdirilir, eyni zamanda 10 müəssisə hazırda layihələndirmə mərhələsindədir. 2026-cı ilin 6 ayı ərzində sahibkarlar tərəfindən 976 milyon manatlıq məhsul satışı həyata keçirilib və bunun 42 milyon manatı müxtəlif ölkələrə ixrac edilib. Ucaran Qarabörk kəndi ərazisində yol nəqliyyat hadisəsi baş verib. Hərəkətdə olan yük avtomobili ilə minik avtomobili toqquşub. Daha sonra idarəetmədən çıxan minik avtomobili yol kənarındakı piyadanı vurub. O, aldığı ağır xəsarətlərdən elə hadisə yerində həyatını itirib. Qəza zamanı minik avtomobilində olan Gəncə şəhər sakinləri Elmir Əskərli, Elnur Fərəcullayev və Tural Məmmədov müxtəlif dərəcəli bədən xəsarətləri alaraq Ucar rayon mərkəzi xəstəxanasına yerləşdiriliblər. Yaralılardan biri isə yolda dünyasını dəyişib. Faktla bağlı araşdırma davam edir. Gəldiyim yerdə bu bir qanunu gediş yolunda həmən maşını saxladı, bu maşını saxladı. Adam indirirdi, adam düşürdürdü, bilmirəm. Mən də saxlaya bilmədim, mən maşını vurdum. Tam maşın da adamı vurub, adam yerdə olub onu bilmirəm. Gəncədən gəlirdim, Bakıya gedirdim. Yol gəlirdim, elə gördüm ki, qarşıda nəsə bir hadisə var. Elə dayandım, köməklik göstərdik. Biri ağır yaralı ambulansına apardılar xəstəxanaya. Biri də yerindəcə ölmüşdü. Bərdədə 79 yaşlı Məhəmməd Cəlilov ağac kəsən zaman ehtiyatsızlıqdan yuxarı Qarabağ kanalına yıxılıb və suda boğulub. Hadisə rayonun Hacı Əhmədli kəndində baş verib. Meyit kanaldan çıxarılaraq aidiyyəti üzrə təhvil verilib. Faktla bağlı araşdırma aparılır. Evdən mənə zəng elədilər ki, bəs atan saat 4-dən çıxıb gedibdi. Mənə da zəng gələndə saat olardı 6. Axşamüstü saat 6 olardı. Neyse, getdik kişini axtarmağa ki, qoruqda yoxdur. Amma ağac qırılıbdır, özü yoxdur. Bibim gəlmişdi bura, əmmimi soruşurdu, əmmim də yoxdur. Deyir, getdim, baxdım bir yerinə, gördüm ki, bir dənə turataq qırıq, turluyubdur. Yəqin özüm pis eləyib, nədirsə, qayıdıb gəlmək istəyib. Onu 2 dəfə infarkt vurmuşdu. Şəmkirdə narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən əvvəllərdə məhkum olunan 35 yaşlı Azər Mustafayev saxlanılıb. Ondan 15 kiloqram marixuana və 4 kiloqram heroin olmaqla ümumilikdə 19 kiloqram narkotik vasitə götürülüb. Faktla bağlı cinayət işi başlayıb. Son günlərdə Lənkəranın meyvə bağlarında Amerika ağ kəpənəkləri müşahidə olunur. Bəs zərərvericilərə qarşı hansı mübarizə tədbirlər aparılır? Ətraflı süjetdən biləcəyik.
Lənkəranda böyük yaşayış massivlərindən olan Liman şəhəri, Boladi, Separadi, Zövlə kəndləri və digər ərazilərdə kütləvi Amerika ağ kəpənəklərinə rast gəlinir. Sakinlər deyir ki, zərərvericilər həyətyanı sahələrdə, ağaclarda əsasən may ayın sonlarından etibarən müşahidə olunub. Son günlərdə isə zərərvericilər daha da çoxalaraq meyvə bağlarına, tərəvəz məhsullarına xeyli ziyan vurub. Gilas ağacıdır, sonra vişne ağacıdır. Ondan sonra göyəm ağaclarıdır. Əsasən bunlara böyük ziyan vurur. Zərərvericilərin evlərin içinə girməyi vəziyyəti biraz da çətinləşdirib. Suyun üzündə doludur. Ayaqla götürürəm onları, ayaqla öldürürəm, deyirəm yenə də keçərəm. Biz uşağın yata yerinə çıxır əlinə. Çıxır yuxarına, yata yerinə paltarına hamı qurtdur. O yandan İran gəlib keçir bu tərəfə. Biz cəhənnə İran uşaqdır, uşağı çalır da bilər, vura da bilər, uşaqdır indi. Hazırda proses çərçivəsində Lənkəran rayonunun Nərimanabad, Üzümçülük, Liman, Şirinsu, Boladi və Zövlə kəndlərinin ərazilərində Amerika ağ kəpənəyinə qarşı mübarizə işləri aparılır. Lənkəran rayonu ərazisində hal-hazıra qədər Aqrar Xidmətlər Agentliyi tərəfindən 500 hektardan artıq ərazidə kimya mübarizə tədbirləri həyata keçirilib və bu işlərdə davam edir. Nəzərə alsaq ki, Amerika kəpənəyi ildə 3 nəsil verir və bu sentyabr ayının əvvəlinə kimi davam eləyəcək və hal-hazırda Kənd Təsərrüfatı Nazirliyinin əməkdaşları, aqreqat və texnikaları cəlb olunub Lənkərana. Qeyd edək ki, Amerika ağ kəpənəyi Lənkəran rayonu ilə yanaşı Respublikamızın Zaqatala, Balakən, Bərdə, Abşeron, Sumqayıt ərazilərində də geniş miqyasda yayılıb. Rövşən Əzimov, Elnarə Həsənova, ASTV xəbər. Gənclər arasında dini maarifçilik, ənənəvi dəyərlər və rəqəmsal platformalar mövzusu dövrün mühüm çağırışıdır. Bunu Şəmkirdə dini qurumlar və iş üzrə Dövlət Komitəsinin təşkilatçılığı ilə gənclər arasında dini maarifçilik mövzusunda keçirilən regional konfrans çərçivəsində jurnalistlərə açıqlamasında Azərbaycan İlahiyyat İnstitutunun dekan müavini Kövsər Taxiyev deyib. Cəmiyyətimiz üstündə aktual məsələləri ehtiva edən bir konfransdır. Burada həm ənənəvi dəyərlərin qorunması, yaşadılması, həm də rəqəmsal platformaların cəmiyyətimizə, xüsusilə gənclərə təsirləri müxtəlif aspektlərdən müzakirə olunur. Həm ekspertlərin, ilahiyyatçı ekspertlərin, həm din xadimlərinin bu barədəki təcrübələri, bilik və bacarıqları bu konfrans çərçivəsində bir araya gətirilir. Vətən müharibəsində torpaqlarımızın müdafiəsi uğrunda döyüşən qəhrəmanlarımızdan biri də Ağstafanın Soyuqbulaq qəsəbəsindən Akif Bəşirovdur. Onun xatirəsi daim yaddaşlardadır. Şəhidin qəhrəmanlıq yoluna birgə nəzər salaq. Onun taleyində 8 rəqəmi simvolik məna daşıyırdı. 1988-ci ilin 8 noyabrında doğulan Akif Bəşirov üçün bu tarix sonradan Azərbaycanın zəfər günü ilə əlamətdar oldu. Vətən müharibəsinin ilk günlərində könüllü olaraq cəbhəyə yollandı. Suqovuşan istiqamətində gedən ağır döyüşlərdə qəhrəmanlıqla döyüşdü. Mənim balam, bütün bizim bu şəhidlər balalarımız kimi cəsur oldular, bir-birinə dayaq oldular, bir-birinə arxa oldular, torpağımıza görə vuruşdular. Şükür o da alındı bu balalarda. Bu balalar belə bu torpağı çox sevirlər ki, bu balalar bu torpaqdan ötəri canlarından keçibdi. Akif çox ağıllı, təvazökar, sakit, böyük ürəkli bir oğlan idi. Müharibə başlayan kimi Akifin sinəsində ürəyi coşdu. O, mübarizə aparmaq üçün, düşməni məhv etmək üçün müharibə meydanlarına yollandı və şəhidlik zirvəsinə ucaldı. Akif Bəşirov 8 oktyabr 2020-ci ildə qəhrəmancasına şəhid olub. Ölümündən sonra vətən uğrunda Suqovuşanın azad olunmasına görə cəsur döyüşçü medalları və 2026-cı il 25 iyulda 3-cü dərəcəli vətənə xidmətə görə ordeni ilə təltif edilib. O uşaqlıqdan vətənpərvər böyümüşdü. Akif çox vətənpərvər oğlu idi. Həmişə özünü vətən uğrunda hazır hiss eləmişdi. Və şəhidlik rübasına da bu səbəbdən ucaldı. Vətənin qəhrəman oğullarından da biri mənim oğlum Akif oldu. Vətən müharibəsində öz şücaəti ilə seçilən Akif Bəşirov qəhrəmanlığı ilə də doğulub boya başa çatdığı Ağstafanın Soyuqbulaq qəsəbəsinin qüruruna çevrildi. Alməmməd Nəbiyev, Elmar Qasımov, Lalə Allahverdiyeva, ASTV xəbər.
Allah bütün şəhidlərimizə rəhmət eləsin. 400-ə yaxın şəhid övladının iştirak etdiyi 5-ci Yaşat yay düşərgəsi yekunlaşıb. 7 həftə davam edən proqram çərçivəsində uşaqlar müxtəlif təlimlərdə, ekskursiyalarda, idman və əyləncə yarışlarında iştirak ediblər. Yaşat düşərgəsinin iştirakçıları üçün 7-ci həftənin sonuncu günüdür. Gün parkur saatı ilə davam edir. Düşərgədə dostlaşan şəhid övladları parkurda həm yarışır, həm də əylənirlər. Burada da biz havuza getmişdik. Burada keçən axşam futbol oynayırdıq, voleybol da oynayırdıq. Axşamlar demək olar hər axşam oyunlar oynayırıq. Səhərdə idman eləyirik. Çox maraqlı keçir. Biz bugün təlima hazırlaşırıq, yəni parkura. Bizi burada təlimçilər hazırlaşdırır və bizim təhlükəsizliyimizi qoruyurlar. Günün növbəti proqramı maarifləndirici təlimi idi. Stomatoloqlar uşaqlara ağız və diş sağlamlığının qorunması ilə bağlı tövsiyələr verdilər. Burada uşaqların ağız boşluğunun gigiyenası, ağız sağlamlığının qorunması, həmçinin onlara dişlərin düzgün fırçalanma qaydaları barədə məlumat vermək üçün 7 həftə dostlarımızla bərabər olduq. Və ümid edirəm ki, bu 7 həftə bütün dostlarımız üçün çox unudulmaz bir təcrübə olacaq. 5-ci Yaşat düşərgəsi şəhid övladları üçün unudulmaz xatirələrlə yekunlaşır. Onlar burada qazandıqları dostluqlardan və keçirdikləri günlərdən məmnun qalıblar. Bu son 5 gün çox gözəl keçdi. Hətta mən o birisi düşərgələrdə də iştirak etmişəm və o birisi düşərgələr də çox gözəl keçirdi. Vaxtımız çox səmərəli keçir və mən burada artıq 3-cü səfərdir gəlirəm, 3 ildir bura gəlirəm və çox əladır. Bağlanış mərasimində Yaşat Fondunun rəhbəri növbəti mövsümün uğurla başa çatması münasibəti ilə iştirakçıları təbrik edir. 7 həftə boyunca biz nəzər salsaq, qəhrəman şəhidlərimizin əmanətləri burada biri-birindən maraqlı əyləncəli proqramlarda iştirak etdilər. Eyni zamanda öyrədici təlimlərə cəlb edildilər, master klasslarda iştirak etdilər. Öz sahəsinin tanınmış simaları ilə görüşdülər, kino nümayəndələrindən, ədəbiyyat nümayəndələrindən, televiziya aparıcıları ilə və bir çox insanlarla görüşdülər, ünsiyyətdə oldular. 5-ci Yaşat yay düşərgəsi 7 həftə çəkdi. Hər həftə fərqli yaş qruplarından olan şəhid övladlarının qatıldığı düşərgə ümumilikdə 400-ə qədər uşağı əhatə etdi. Onlar düşərgədən xoş xatirələr və yenidən görüşmək arzusu ilə ayrıldılar. Nuranə Tələt qızı, Zaur Dadaşov, Şamilə Şamil qızı, ASTV Xəbər. 15-ci Qəbələ Beynəlxalq Musiqi Festivalı çərçivəsində konsert proqramları davam edir. Festivalın ikinci günündə Özbəkistandan Daşkənd Zeboları, Xalq Rəqs və Bek Doyraçılar ansamblları tamaşaçılar qarşısında çıxış ediblər. Qəbələ Beynəlxalq Musiqi Festivalının ikinci günü Özbəkistanın milli rəqs və musiqi ənənələrini əks etdirən proqramla yadda qaldı. Onların çıxışı tamaşaçılara qardaş ölkənin zəngin mədəni irsini yaxından tanımaq imkanı yaratdı. Amfiteatrda festival proqramları davam edir. Axşam saatlarımızın qonaqları Özbəkistanın rəqs və mahnı ansamblidir. Gördüyünüz kimi artıq amfiteatrımız demək olar ki, anşlaqdır və konsert tamaşaçıların alqışları ilə davam edir. Daşkənd Zeboları Xalq Rəqs ansamblı Özbəkistanın tanınmış rəqs kollektivlərindən biridir. Ansamblın bədii rəhbəri Özbəkistan Respublikasının əməkdar mədəniyyət işçisi, beynəlxalq müsabiqələr laureatı Zülfiyə Uzakova Qəbələ Beynəlxalq Musiqi Festivalına dəvətdən çox qürur duyduğunu bildirdi. Bu Azərbaycana ilk səfərimdir və səmimi desəm gözlədiyimdən də gözəl təəssüratlar aldım. Qəbələ çox gözəl təbiətə malik şəhərdir. Burada bizi çox mehriban qarşıladılar. Festivalın təşkilatçılığı yüksək səviyyədədir və belə nüfuzlu beynəlxalq musiqi festivalında çıxış etmək bizim üçün böyük şərəfdir. Azərbaycan tamaşaçısı çox diqqətli və isti münasibət göstərir. Səhnədə bunu hiss etmək bizim üçün çox xoşdur. Ansamblın üzvləri Daşkənd Milli Rəqs və Xoreografiya Ali Məktəbinin məzunları peşəkar rəqqaslardır. Onlar müxtəlif beynəlxalq festivallarda ölkələrini uğurla təmsil ediblər. Biz hazır indi bu səhnədə mezbanımızı. Burada olmaq tamam başqa hissdir. Qəbələ həm təbiəti, həm də mədəni mühiti ilə bizi valeh etdi. Azərbaycan və Özbəkistan xalqları arasında mədəni yaxınlığı burada da hiss etdik. Festival müxtəlif ölkələrin sənətçilərini bir araya gətirir və bu mədəniyyətlər arasında gözəl bir körpü yaradır.
Festivalda çıxış edən Bek Doyarçılar ansamblı da müxtəlif ölkələrdə keçirilən beynəlxalq festival və müsabiqələrin iştirakçısı olub. Qəbələ səhnəsində təqdim olunan proqram da maraqla qarşılandı. Festivalın 3-cü günündə əməkdar artist Emil Əfrasiyabın bədii rəhbərliyi və Mustafa Mərdanovun dirijorluğu ilə Dost İnklüziv İnkişaf və Yaradıcılıq Mərkəzinin kamera orkestrinin konserti olacaq. Axşam saatlarında isə muğam gecəsi keçiriləcək. Əli Səmədov, İbrahim Mustafayev, Vüsal Məmmədzadə, ASTV Xəbər. Sabah Bakıda və Abşeron yarımadasında havanın əsasən yağmursuz keçəcəyi proqnozlaşdırılır. Şimal-qərb küləyi gündüz şimal-şərq küləyi ilə əvəzlənəcək. Gecə 22-25, gündüz 31-36 dərəcə isti olacaq. Rayonlarda da havanın əsasən yağmursuz keçəcəyi gözlənilir, lakin gündüz bəzi dağlıq ərazilərdə qısa müddətli az yağış yağacağı, şimşək çaxacağı ehtimalı var. Gecə 22-26, gündüz 34-39 dərəcə isti olacaq. Belə hörmətli tamaşaçılar, region xəbərlərindən bu qədər. Sağ olun, sağlıqla qalın.